Jurnalist vəzifəsinin verilməsinə və ya dəyişilməsinə görə ödəniş ləğv edilir. Pancomu TV xəbər verir ki, bu barədə APA'nın sorğusuna cavab olaraq Medianın İnkişaf Agentliyindən bildirilib. Qeyd edib ki, hazırda qüvvədə olan media haqqında Azərbaycan Respublikası Qanun 70.1-ci maddəsi ilə jurnalist vəzifəsinin verilməsi və ya dəyişilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. Media haqqında qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən onun verilməsinə və ya dəyişilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası sözlərinin çıxarılması təklif olunur. Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəzifəsinin verilməsi və ya dəyişilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək. Xatırladaq ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan media haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən Medianın İnkişafı Agentliyi və Audiovizual Şurasının əsasında vahid qurum Media və Yayım Şurası yaradılır. Jurnalist vəzifəsinin verilməsinə və dəyişilməsinə görə ödənişin məbləği 20 manat təklif edilib.